Yerdə qalmış 4 tur ərzində biz onun son saniyələrə qədər mübarizə apardığını görürük. Məhəmməd Hüseynli var. Tərsinə getdi. Hüseynli driblingi davam etdirib. Oruc Əliyevi birə-birdə yoxluyur. Məhəmməd Hüseynli. Hesab bərabərləşdi. Nəsirov, Hüseynli, üçlü yatır. Məhəmməd Hüseynli, top səbətdən keçir. Məhəmməd Hüseynli, Christian Kunz və Alonso Range oyuna daxil olacaq. Əla ötürmə Məhəmməd. Yenə artırdı Naxçıvan basketbolçuları. Məhəmməd Hüseynli topu. Üç oynadır komandasına və ötən il bürünc mükafat demək olar. Çünki onlar yarım finalda. Məhəmməd Hüseynli topu səbətə göndərdi. Onun ən yaxşı bazarlıq işlərdən biri bax bu orta məsafə atışlarıdır. Sağ və sol blokdan gözəl ideal. Güzəri üçlü ilə fərqlənmişdi. Məhəmməd Hüseynli rəngli sahəyə girdi və xalı qazandı. Osman Hüseynli Kitayev üzərə gedəcək. Məhəmməd Hüseynli qərar üçlü ilə oyuna başlamaq niyyətindəydi. Geridə qalanda maçı. Məhəmməd Hüseynli bu dəfə o Əlbəy Məmmədin üzərinə getdi və Zaur Paşayev. Məhəmməd Hüseynli sərhədçinin əsas yerli oyuncusu. Məhəmməd Hüseynli topu löv. Cameron Wilbon. Məhəmməd Hüseynli sıralı pərdələr. Məhəmməd Hüseynli komandası adına sərhədçi vəziyyəti xilas edə bildi. Məhəmməd Hüseynli hərəkətli üçlü idi. Düzdür, nə qədər düzgün olar ya yox, bənzətmə apardım. Məhəmməd Hüseynli xalı qazandı. Klergot yuxuya getdi, bir anlıq yuxuya getdi. Elayca 3-1 hətta, 3-1. Məhəmməd Hüseynli və Tanov reboundlarda effektiv bir basketbolçudur. Məhəmməd Hüseynli burada reboundu götürdü. Məhəmməd Hüseynli şans yarandı və nəhayət amma Ümmətov bitirə bilmədi. Əlbəy Məmmədli onun da üçlüyü geridə qalınır. Məhəmməd Hüseynli uzunla oynayır sərhədçi Hüseynli. İçəriyə daxil olmağa çalışır Məhəmməd Hüseynli. Çox yuxarıda qarşıladılar Məhəmməd Hüseynlini. Ari Broadway 3 xallıq atış dəqiqə yaxınlaşırıq. 5 dəqiqədən bir qədər artıq vaxt qalıb. Məhəmməd Hüseynli rəngli sahəyə girdi. Gözəl ötürmə və top səbətə düşmədi. İkinci cəhd olacaq. Christian Kunz'a ötürdü. Kunz Məhəmməd Hüseynlidən tərsdə yap. Yaxşı alınmır. Hüseynli, Nəsirov iki yerli basketbolçunun bir-birinə ötürülür. Yaxın müdafiəsi var.
Məhəmməd Hüseynli içəriyə girməyə çalışır. Broadway 3 qallıq. Bu dəfə də gəldi. Məhəmməd Hüseynli Şaman Wright mərkəzdə onu qarşıladı. Məhəmməd Hüseynli. Məhəmməd Hüseynli, əla. Lions yeni adı bu komandanın bu ildən etibarən təsdiqləndi. Broadway səbətə yaxınlaşır, bir qədər kənara, Hüseynlidən 3 xallıq dəqiq. İstifadə edə bilmir Nüftəliyev, bir qədər səliqəsiz oynuyor və sərhədçinin sürətli əks hücumu Vincent. Top səbət. Naxçıvan komandası hücumdadır, ancaq top itirirlər. Şari Broadway yaxşı ötürmə verdi. Amuafa yuxarı topu qəbul etdi. Yenə gözəl ötürmə. Quba müdafiəsi yatdı. Keyfiyyətli oyunculardan biri də Toni Perkovic idi. Xorvatiya millisinin heyətində də basketbol oynayıb. Bu da önəmli. Azovun amma hələ ki o da xal qazana bilməyib. Hüseynli sərhədçinin əsas yerli basketbolçusu. Bax belə, bax belə. Məhəmməd Hüseynli 3 xal fırlandı. Elijah Hutchins, Everett, foul yoxdur. Təmiz oynadan var Asanov. Məhəmməd Hüseynli ötürmə, Broadway və time. Məhəmməd Hüseynli topa istiqamət verən basketbolçudur. Asanov pərdəyə gəldi. Pərdələmə çox yaxşı alındı, bu pick and roll'dur. Amma təəssüf ki, zədələr də bu oyunun, ümumiyyətlə idmanın ayrılmaz hissəsidir. Hörmətli basket. Vincent yenə Nəsirov və Hüseynli əla oynuyor. Top səbətdədir.